Salam turizm izləyiciləri və YouTuber həvəskarları, YouTube həvəskarları. Sizinlə danışan Şərafan Abbasovdur. Mən Şərafan Travel'ın, daha doğrusu Şərafan Travel kanalının yaradıcısıyam. Eyni zamanda o gözəl təbiəti, mənzərəni mən çəkirəm. Bura Zaqatalanın Diliban kəndidir. O bayaqki işarəni gördünüz. O işarenin yanındaki çay ise Zaqatala çayıdır. Ve o içmeli sudur. Yani Zaqatalalar ondan istifadə edirlər. Burası ise Diliban kəndidir. İndi biz gedirik hal-hazırda Cara tərəf. 33 yaşım var mənim. Bura Diliban ərazisidir. O tərəf isə şəhərin mərkəzidir. O tərəf, bu tərəf kəndidir. Diliban kəndidir. Buradan baxanda o tərəfdə də Gürcüstan yerləşir. Oradan Gürcüstanın sərhəddə burada dağı. Bu dağlar da gördüyünüz kimi o tərəfi Dağıstan, bu tərəfi Gürcüstandır. Və bu gözəl yaşıllığa da Dilibana aittir. Bu yol gedir Cara kəndindən. Harda qalmışdım, qalmayayım. Adım Şərafandır, 33 yaşım var. Mən YouTube kanalına, yəni Şərafan Travel'ın bayaqam qeyd etdiyim kimi rəhbəriyəm, yəni çəkişlər mənə məxsusdur. Mən tələbəyəm, burada oxuyuram, Zaqatalada, İqtisad Universitetində. Bu gördüyünüz kimi gözəllikləri sizə mən göstərirəm. İndi gedirik düz Cara. Cara Zaqatalanın bir kəndidir, balaca kəndidir, amma qədim kəndidir. Orada qədim məscid də var. Bir də ki, əgər mənim kanalıma sponsorluq etmək istəyən varsa, yəni gəlməli, görməli ilə çəkməyə sponsorluq mənə lazımdır. Bir də ki, reklam üçün şirkətlər müraciət edə bilərlər. Hələlik bu qədər. Gedim Cardan çəkilişləri edeyim.